Bill Gates texnologiya dünyasının ən tanınmış simalarından biridir. O, Microsoft şirkətinin qurucusu, xeyriyyətçi və milyarder kimi məşhurdur. Lakin onun həyatı və fəaliyyəti yalnız innovasiya və uğurlarla məhdudlaşmır. Bir çox insan onun texnoloji inqilabın simvolu kimi görsə də, digərləri onun fəaliyyəti ilə bağlı suallar qaldırır. Bu məqalədə həm Bill Gatesin həyatı, həm də onun daha az işıqlandırılan tərəfləri haqqında danışacaq. Bill Gatesin uşaqlığı və təhsili William Henry Gates 28 oktyabr 1955-ci ildə ABŞ-ın Seattle şəhərində anadan olub. Atası uğurlu vəkil, anası isə bank rəhbəri olub. Gates hələ uşaqlıqdan riyaziyyata və kompüterlərə böyük maraq göstərirdi. O, 13 yaşında öz ilk proqramını yaratdı və məktəb illərində proqramlaşdırma bacarıqlarına inkişaf etdirdi. Harvard Universitetinə qəbul olunsa da, Gates buranı tərk edərək Paul Allen ilə birlikdə Microsoft-u qurdu. 1975-ci ildə qurulan Microsoft əməliyyat sistemini hazırlayaraq sürətlə böyüməyə başladı. Microsoft və texnoloji hegemoniya 1980-ci illərdə Microsoftun Windows əməliyyat sistemi bazara çıxdı və qısa müddətdə dünyanın ən populyar kompüter platformasına çevrildi. Gatesin rəhbərliyi altında Microsoft rəqiblərini geridə qoyaraq texnologiya bazarında dominant qüvvəyə çevrildi. Lakin bu uğurlar bəzən aqressiv biznes strategiyaları ilə müşahidə olunurdu. Microsoftun bazardakı hökmranlığı səbəbindən şirkət anti-inhisar qanunları ilə bağlı müxtəlif ittihamlarla üzləşdi. 1998-ci ildə ABŞ hökuməti Microsoftu bazar rəqabətini pozmaqda ittiham etdi və şirkətə qarşı geniş miqyaslı məhkəmə prosesi başladı. Bill Gatesin qaranlıq yönlərindən biri də birinci biznesdə rəqibləri məhv etmə strategiyası idi. Bill Gatesin Microsoftu idarə etdiyi dövrdə şirkət çox vaxt rəqiblərini sıxışdırmaq üçün sərt strategiyalar tətbiq edirdi. 1998-ci ildə ABŞ Ədliyyə Nazirliyi Microsoftu antisanar qanunları pozmaqda ittiham etdi. Şirkət Internet Explorer Windows əməliyyat sistemini birləşdirərək digər brauzerləri bazardan sıxışdırmağa çalışdı. Netscape navigator brauzerinin bazardan çıxarılması və digər proqram təminatçılarının inkişaf imkanlarını məhdudlaşdırması iddiaları, Microsoftun istehsalçılara təzyiq göstərərək digər əməliyyat sistemlərini yayımlarına mane olması. Nəticədə Microsoft 2001-ci ildə məhkəmə ilə razılığa gəldi. Lakin bu hadisələr şirkətin biznes etikasına sual altına qoydu. Xeyriyyətçilik və əsl məqsədləri Bill Melinda Gates fondunda dünyanın ən böyük xeyriyyə fondlarından biridir. Bu fond səhiyyə, təhsil və qlobal inkişaf sahələrində böyük yatırımlar etsə də, bəzi tədqiqatçılar və jurnalistlər bu fəaliyyətlərin arxasında başqa məqsədlərin ola biləcəyini iddia edirlər. Qeyri-hökumət təşkilatları Bill Gatesin Afrikada və digər inkişaf etməkdə olan ölkələrdə səhiyyə sistemlərinə nəzarət etməyə çalışdığını iddia edirlər. Fond tərəfindən maliyyələşdirilən peyvənd proqramlarının bəzi hallarda insanlara ağır yan təsirlər yaratdığı və icazəsiz sınaqların aparıldığına dair ittihamlar irəli sürülür. Gates kənd təsərrüfatı və genetik modifikasiya olunmuş orqanizmlər sahəsində etdiyi investisiyalar, xüsusi Monsanto ilə olan əlaqələri, Gatesin xeyriyyətçilik fəaliyyətinin əsl məqsədini dünyaya yaxşılaşdırmaq, yoxsa texnologiya və səhiyyə sahəsində daha çox nəzarət qazanmaq olduğu sual altındadır. Torpaq sahibliyi və qida sənayesinə təsiri Bill Gatesin ABŞ-ın ən böyük kənd təsərrüfatı torpağı sahibkarlarından biridir. Onun minlərlə hektar ərazi alması bir çox insanı narahat edir. 2021-ci ildə məlum oldu ki, Gates ABŞ-da 242 min hektar, təxminən 100 mindən çox malqara alaraq bu ərazilərdə inkişaf etdirmək üçün yerləşdirdi. Bu torpaqların böyük hissəsini məhsulları üçün istifadə edildiyi və qida bazarında böyük təsir gücünə malik ola biləcəyi iddia edilir. Gatesin bitki əsaslı ət istehsalı və süni qida layihələrinə dəstəyi əhalinin qida seçimlərinə müdaxilə edə biləcəyi ilə bağlı narahatlıqlar yaradır.
Bu suallar açıq qalır. Gates torpaq sahibliyi ilə kənd təsərrüfatına kömək etmək istəyir, yoxsa gələcəkdə qida istehsalına nəzarət artırmaq planı var? Pandemiya və sui-qəsd nəzəriyyələrində COVID-19 pandemiyası dövründə Bill Gates bir çox iddiaların və sui-qəsd nəzəriyyələrin hədəfi oldu. Onun illər əvvəl pandemiyalar haqqında danışması və peyvənd layihələrinə milyardlarla dollar yatırması bəzi insanlarda şübhələr yaratdı. 2015-ci ildə Bill Gates pandemiya təhlükəsi haqqında xəbərdarlıq edərək yeni bir virusun dünya üçün böyük problem yaradacağını demişdi. Pandemiya zamanı peyvəndlərin inkişafında və qlobal səhiyyə siyasətində onun rolu böyük idi. Bəzi nəzəriyyələrə görə Bill Gates peyvəndlər vasitəsilə insanları nəzarət almaq və çiplərlə izləmək istəyirdi. Bu iddiaların elmi əsası olmasa da milyonlarla insan arasında yayılıb. Reallıq budur ki, Gatesin səhiyyə yatırımları böyükdür və qlobal səhiyyə sisteminə təsiri inkar olunmazdır. Lakin bu təsirin insanlıq üçün xeyirli olub-olmaması müzakirə mövzusudur. Süni intellekt və rəqəmsal izlənmə. Texnologiya sahəsində bir nəhəng olaraq Bill Gates süni intellekt və rəqəmsal nəzarət sahələrində də böyük təsiri var. ID 2020 layihəsi Gates tərəfindən dəstəklənən bu layihə rəqəmsal identifikasiya sistemlərini inkişaf etdirməyə yönəlib. Bəzi insanlar bunu fərdi azadlıqlar üçün təhlükə kimi görür. Microsoft və digər texnologiya nəhənglərinin süni intellekt sahəsində inkişafları xüsusilə insan davranışlarını izləməyə yönəlik addım idi. Bəzi insanlar bunu fərdi azadlıqlar üçün təhlükə kimi görür. Microsoft və digər texnologiya nəhənglərinin süni intellekt sahəsində inkişafları xüsusi insan davranışlarını izləməyə yönəlmiş texnologiyalardır. Gatesin rəqəmsal pul sistemlərinə verdiyi dəstək və nəğdsiz cəmiyyət qurmaq planları. Bütün bunlar texnologiyanın inkişafı və insan nəzarəti mövzusunda ciddi suallar doğurur. Nəticədə Bill Gates xeyirxahmı, yoxsa dünyanın nəzarəti alan şəxsdirmi? Bill Gatesin dünyaya böyük təsiri var və onun fəaliyyəti təkcə biznes və texnologiya sahəsində məhdudlaşmır. O, xeyriyyəçilik adı altında qlobal siyasət və səhiyyə təsir edir. Kənd təsərrüfatı və qida sənayesinə investisiyalar edir və texnologiyanın inkişafına yön verir. Bütün bu məsələlər bir sual doğurur. Bill Gates həqiqətən xeyirxah bir insan olaraq dünyanı yaxşılaşdırmaq istəyir, yoxsa texnologiya və kapital gücündən istifadə edərək dünya nizamını formalaşdırmağa çalışır. Bu videoda sizə Bill Gatesin qaranlıq tərəflərini təqdim etdik. Sizcə o əslində kimdir? Şərhlərdə fikirlərinizi yazmağı unutmayın. Videonu bəyəndinizsə paylaşmağı və kanalımıza abunə olmağı unutmayın. Hər kəsə təşəkkürlər.